İşçiləri polis çağırıblar və polis qaziləri tutub aparıblar. Dərmanı kəsən qaziyə dələduzluqda, dərmanı kəsilən qaziyə dələduzluqda itham eləyiblər. Bircə dəqiqə. Dərmanı kəsilən qaziyə dələduzluqda itham eləyiblər və deyilən vətənlərim o birisi qaziyə də narkotik silahla şərləyiblər o biri qaziləri də. Deməli, şərləyən kim olubdur? Budur, Ramin Qədirov. Bu anasının, bunu doğan qancıq var. Bunu hansı qancıq doğub? Bunu doğan ananın yox, qancığın dilinin üstünə tökmək istəyirsinizmi? Bunu doğan qancığın qabil sevənlər dilinin üstünə töksün. Sabirabad sakinlərinin sperması, 40 yaşına qədər Sabirabad sakinlərinin sperması Ramin Qədirovun, bax, polis rəisinin, arvadının, qızının, gəlininin, anasının ağzına olsun. Dilinin üstünə tökülsün. Deyəcəz qabil 40 yaşından sonrakılarının sperması da tökülsün. Aysa, indi onu göstərirəm. Deməli, 40 yaşından, dostlar, 40 yaşından böyük olanların da spermatozoidi icra başçısının Siracəddin Cabbarovun 40 yaşından yuxarı Azərbaycan Sabirabadlıların və qabil sevənlərin 40 yaşından yuxarının da spermatozoidi bu icra başçısı Siracəddin Cabbarovun anasının, ölübsə görünə, arvadının, qızının, gəlininin dilinin üstünə töksün, 40 yaşından yuxarı Sabirabad sakinləri və nə töksün? Spermatozoidini töksün. İrin yesin, irin qan yesin bunlar.